Başlayın. Qardırop hansı rəsədir bunu qoymaq üçün? Salam, necəsiz? Salam aleykum. Bir buket turan, bir buket tural, bir parçada bozbaş verəsiniz mənə sənə. Mən də ona dedim ki, sənə parçadan elə kəfən eləyərəm ki, yasının bombolluğu səndə olar. Hı? Abrat, bu mənim ad günümdür. Kakras evdən də icazə almışam. 50 süzdə vıraq. Oradan bir dənə çay verərdi də zəhmət olmasa. Rasmin olsun. Hə, alo, Aytan kontent qızıdır danışan. Məndə bir dənə qutu var. Ha eləyirəm, aça bilmirəm o. Siz influencersiniz. Bəlkə sizə göndərmiş əsaslı olur. Adəmdən sonra hələ də bu almanın pokuna düşən var. Ala qaqaş, kişilər modada nə danışa bilər? Evlənməyənə qədər mama seçir, evlənəndən sonra da arvad nə seçir, onu geyinirsən də. Bu moda var, paltar modası. Qaqaşlara nə var? Bir də mayka geyindim, vəsə. Ala bu qadınlar get qaqaşa seç, uşağa seç, ataya seç, anaya seç. Axırda telefonu götürüb karta baxıram ki, gəl day mənim ağzıma. Əlimi günaha batırma. Rus sektorlarla as sektorların moda söhbətinə gələndə mən Rus sektorları seçirəm. Amma onların günah deməyinə görə Paştiyaninlə. Gördün də qardaşımızın təzə xodilər çıxıb. Son bir dənə dizaynerləri var, günah. Qaqaşın adı da Xan deyə. Bilsən də Xan edam eləsələr, veşilkadan asacaqlar. Xanın da elə ən böyük günahı brend yaratmağıdır. Brat, evlənməkdən qorxmayın. Mən evlənəndə mənim heç nəyim yox idi. Amma indi şəkərim var, təzyiqim var, qastritim var, arxadan da sallanıb. Bu boyda. O dəfə mağazaya bir endirim xəstəsi gəlib. Sale yazılmış pencəyimi götürüb qaçıb. Salam. Endirimdə nə var? Mən belə özüm endirim xəstəsiyəm. Qadın salonlarını da bilirsən də, bir dənə saç kəsmir 80 manatdır. Nəysə o gün dostum dedi ki, bayılda Arif dayı var, get onun yanına kəstir də, nə fərqi var? Dedim yoxluyum. Nəysə getmişəm o gün onun yanına, saçımı kəsdirib mənə nə desə yaxşıdır. Xanım, üz də olacaq. Spirtli içkilərdə çoxlu qadın hormonu var. Ona görə də biz səndə nə maşın sürə bilirik, bir də giz-giz danışırıq. Salam Mələkimiz. Son zamanlarda mod düşüb, hamı özünə şanqan alır. Mən də düşünürəm ki, Q7 alım. Amma bilmirəm Comfort Plus-a düşür yoxsa yox. Bu moda da bir sən nə düşüb? Elektron siqaretlər. Ala fıs. Yaxşı ki bunları qadağan elədilər. İndi rahat siqaret istirlət eləyə biləm. Xala olub bir dənə siqaret ala. Oğlanlar da özlərinə yaxşı baxır. Salon, bərbər, lazer, sağlamlıq mərkəzi. Qaqaş kainata müsbət enerji ötürməkdən 150 manat çıxıb pulu gəlib. Keçən dəfə dostum bir dənə kofta geyim bəyninə. Deyirəm, ona koftadır geyinmisən. Xalçıya oxşuyursan. Deyir ki, bəs bu vintajdır, bu moddur. Deyirəm, onda səni də çırpırlar. Güclü qadın o qadındır ki, Black Friday gününü sevgilisinin ad günündən daha yaxşı bilir. Amma moda zat deyirsiniz ha. İndi də o Versailles moddadır axı. Valla bizim vaxtımızda o Versailles zad yox idi. Bizim vaxtımızda bilirsən ona nə idi? Böyüyəndə də geyinərsən. Müasir moda 80% pambıqdır, 20% polyesterdir. 100% də mən bunu sevgilimə aldıracağam. Keçən dəfə də şortik geyinmişəm. Qaqaşın biri gəlib mənə yaxınlaşıb nə desə yaxşıdır. O nə şortikdir geyinmisən? Mən sənin ayağının tüklərini niyə görməliyəm? Bax tutalım ki, mən getdim epilyasiyaya, ayağımın tüklərini təmizlədim. Onun da deyəcəksən ki, sən Qızlara bir dənə məsləhətim var. Evlənib ər çörəyi yeməyə tələsməyin. Ala bir baxın görün, ər özü çörəyi tapır yeməyə. Kişilər moda bilir nədir? Onların maksimumu sünnətdən sonra geyindiyi o qırmızı yubqadır. İstəyirəm eşeği alım. Adını da qoyun Pul. Pul olsun mənim eşeğim. Sonra bu civilər var yayda, batinkanı dizə qədər geyinirlər. Heç mənəm baxırlar o batinkanı yayda geyinmirlər də. Siz istidən pişmirsiniz. Alqaqaş şortik geyinin, rahat geyinin, narahat olmayın, qorxmayın. Yayda geyinməyin, amma indi geyinin. Rahat belə ürəyiniz istəyən qədər geyinin. Görüşərik qardaş. Mən də meyxanası almaq istirdim axı. Sonra gördüm ki, şalvar mənindən düşür. Dedim, ala mənimki elə rep deyə. Yo. Burnumdan da zəhləm gedir. Prosta məndən böyükdür deyə bir söz deyə bilmirəm. Bir dənə cibim var idi, bir sən kimi oxşayır. Ataş var ya, moşik. Kopya Ataş moşikdir də. Həmişə də mənə deyirdi ki, bastır, bax o, bastır.
O gün Instagramda bir dənə video gördüm. Xanım deyir ki, mənim krasovkamın qiyməti 3000 dollardır. Mənim kurtkamın qiyməti 5000 manatdır. Başa düşmədim. Temudan geyinən ancaq mənəm. Bəsdir. Mənə də bəsdir. Mən getdim, Kurasanın mənə gözləyir. Bu Batman var ha. Yaxşı oğlan deyil. Bilirsən niyə? Çünki bütün gecə küçələrdə sülənir. Bilmirsən, Ameya rəyasət heyətinin iclası bir daha vaxt olacaq. Çoxdan yorğunçuluq deyə geyib orada biraz yatardım. O gün də sevgilim gedib mənə gül alıb. Soruşuram bana nə qədər pul vermisən? Deyir 130 manat. 130 manat. O pulu verərdim mənə geyib MRT elətdirərdim də. Bilsəydim o vaxt üzgüçülüyə getməzdim. Borcun içində üzürəm də. Mənə də zakaz gəldi. Kakras çaspik koeffisiyentidir. Mən getdim. Hələlik. Mən gedirəm, amma sizə sürprizim var. Dəstəklər bizə. Var.